Bilirsiniz, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. O xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Bu ifadələr Azərbaycan xalqının ümumilli lideri, dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevə məxsusdur. Onun bu kəlamı hakimiyyətdə olduğu bütün dövrlərdə milli mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşmasının bariz nümunəsidir. Bu bir danılmaz faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər çox yaxşı bilirdi. Bilirdi ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ulu Öndər Azərbaycan dilinin zənginliyinə yüksək qiymət verərək deyirdi: hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Mən bugün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili 20-ci əsrdə böyük inkişaf yolu keçib. Bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Böyük şair Səməd Vurğunun bu misralarındakı doğmalığı, sözlərlə ruhun vəhdətinin həmahəngliyini mənəvi dəyər olaraq öz ruhuna hopduran Ulu Öndər elə bu səbəbdəndir ki, dilimizi yaşadan, onları bədii təsvirə gətirən xüsusi istedad sahibləri, şair və yazıçılarla görüşü, onları dinləməsi, sosial durumları ilə yaxından maraqlanması əlbəttə ki, o ruh adamlarına böyük stimul verirdi. Mənə dedilər ki, Heydər müəllim, dedilər ki, bəs sən tələsirsən, Nəsib bu Səməd Vurğunun gübləyi qalıb, Süleyman İsləmin gübləyi qalıb, Rəşid Behbudun gübləyi qalıb, sən nə üçün belə tələsin? Dedim ki, onlar qaçmır, onlar dirilməyəcək. Mən ölə bilərəm. Yaxşı, sağ olun. Çox sağ olun. Bir də təbrik edirəm, can sağlığı. Minnətdarlığımı bildirirəm. Sağ olun, təbrik edirəm bütün yazıçıları. Dahi siyasət xadimi yaxşı bilirdi. Bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sağlam cəmiyyət quruculuğunun yeganə təminatı mədəniyyətə, incəsənətə diqqəti artırmaq, milli mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən əzmlə aşılamaqdır. Ulu Öndər hər zaman rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlayırdı. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimizdə, heykəltaraşlıq və rəssamlığımızda, teatrımız və kino sənətimizdə, bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Mən nə üçün Azərbaycan teatrına və onun tarixinə bu qədər çox böyük əhəmiyyət verirəm? Teatr Azərbaycanda mədəniyyətin inkişafında, xalqımızın milli ruhunun inkişafında, milli dirçəlişin inkişafında, xalqımızın ümumiyyətcə mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynamışdır. Ona görə də Azərbaycanda teatr dərin köklərə malikdir. Teatrı insanlar sevir və mədəniyyət xadimləri xüsusən özünü səhnə sənətinə, teatra həsr edən insanlar Azərbaycanda həmişə hörmətli insanlar olur. Həmçinin müəyyən qədər unudulan, tarixin gizlilində xalqdan ayrı salınan dəyərlərin yenidən Ulu Öndər tərəfindən gündəmə gətirilməsi milli ruhun oyanmasına zəmin yaratdı. Bakıda və Respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucalan çoxsaylı heykəllər tarixi zənginliyimizi qoruyub gələcək nəslə ötürülməsində müstəsna xidmətdir.
Elə 1981-ci ildə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin cənazəsini Sibirdən Naxçıvana, anadan olduğu yerə gətirilib dəfn olunması qərarı, bu qərarın həyata keçirilməsi Azərbaycan ədəbi mühitinə, o cümlədən bütün Azərbaycan tarixində atılan ən mühüm addım oldu. 10 iyun 1995-ci il Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılması ilə bağlı müşavirədəki çıxışında bildirirdi ki, Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək. Təsviri sənət xalqın tarixinin bədii salnaməsi olmalıdır. Bizim çox zəngin tariximiz tələb edir ki, o, dərindən, yaradıcılıqla dərk edilsin, təsviri sənətdə öz əksini tapsın. Bu sözlər Heydər Əliyevin 1982-ci il oktyabrın 13-də Azərbaycan rəssamlarının 9-cu qurultayından sonra Rəssamlar İttifaqı İdarə Heyətinin üzvləri, tanınmış təsviri sənət ustaları ilə görüşündə çıxış edərkən səsləndirilib. Hər zaman mütəmadi şəkildə sənət nümayəndələrinə öz diqqət və qayğısını əsirgəməyən Ulu Öndər bu sahədə sağlam yaradıcı mühitin formalaşması üçün sənətkarların hər biri ilə xüsusilə maraqlanar, onlara öz tövsiyələrini verər, hətta onlarla birlikdə səmimi şəkildə yaradıcı mühiti bölüşərdi. Ay qız məndən üz döndərmə, amandır. Ay qız məndən üz döndərmə, amandır. Əsrətindən hər zaman, əsrətindən hər zaman gözüm qaldı bu yollarda ağlar. Heydər Əliyev musiqini dərindən sevən bir şəxs idi. Bu səbəbdən də musiqiçilərlə dostluq edir, onlara və musiqi mədəniyyətinə daim böyük hörmət və ehtiram göstərirdi. O, xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə bu cür əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır. Atalar yaxşı deyir ki, arxalıya arxa durmaq hər kişinin işidir. Arxasıza arxa durmaq nər kişinin işidir. Siz mənə arxa durdunuz. Siz mənə sahib oldunuz. Siz mənə xalq artisti adı verdiniz. Siz mənə şöhrət ordeni verdiniz. Siz mənə prezidentin fərdi pensiyasını verdiniz. Mənim artıq o xəcalətdən qurtardınız ki, mən kamanta salamam. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir deyən müasir Azərbaycan tarixinin memarı, ümumilli lider, dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi ürəklərdə yaşamaqla yanaşı, sənət əsərlərində də əbədiləşərək tarixin yaddaşında qalacaq. Onun ömür yolu hələ neçə sənət əsərlərinə qanat verəcək. Neçə incəsənət nümunələrində Heydər Əliyevin şəxsiyyəti canlanacaq.